üzere birinci yere layık görülen komandaları təklif etmək üçün biz hazırda səhnəyə baş hakimimiz Rauf müəllimi dəvət edəcəyik. Hörmətli Rauf Cabbarov, buyurun səhnəyə və növbəti kateqoriya üzrə birinci yeri biz sizlə bərabər elan edirik. Növbəti kateqoriyamız 3 innovators elementaridir və birinci yerə layık görülür. Triple Force komandası, Oral Yusuf Saleh, Xədicə Qurbanova və İcat Məmmədov. Buyurun səhnəyə dostlar, sevinçlidirlər. Çünki bu onların nəticəsidir. Dostlarımız 252 nömrəli tam orta məktəbi, 260 nömrəli və 248 nömrəli tam orta məktəbi təmsil edərək Triple Force komandası adı altında bugün bizdən bərabər olub olimpiyadamızda birinci yerə layık görülürlər. Təbrik edirik sizin hər birinizi dostlar. Məktəbli dostlarımızın hər birinə uğurlar arzularım. Sabah artıq dərsə, qürurla fəxarətlə gələcəksiniz və deyəcəksiniz ki, biz birinci yerə layık görüldük. Respublika Robot Olimpiyadasında biz sizin hər birinizi uğurlar arzularım. İnanırıq ki, bundan sonraki mərhələlərdə